Salamlar. Bugün biz sizinle birlikte Azərbaycanın hüquq sisteminin dərinliklərinə baş vuracaq və normativ hüquqi aktların o mürəkkəb, amma eyni zamanda çox məntiqli iyerarxiyasını anlamağa çalışacaq. Yəni, sadə dildə desək, görək qanunlar bir-biri ilə necə dil tapır və sistemdə nizam-intizam necə yaranır. Gəlin bir anlıq belə bir vəziyyət təsəvvür edək. Bir qanun deyir ki, bu hərəkəti etmək olar. Amma başqa bir qanun eyni hərəkəti qadağan edir. Belə olanda hansına əməl etməliyik? Bax, bu sual bütün hüquq iyerarxiyasının həll etməyə çalışdığı əsas problemdir. Yol xəritəmiz isə belədir. Əvvəlcə qanunlar toqquşanda yaranan problemdən, yəni xaosdan danışacağıq. Sonra bu problemi həll edən möhtəşəm hüquq piramidasını araşdıracağıq. Ardınca münaqişələrin həlli yollarına baxacağıq və sonda sistemdə heç bir qanun olmadıqda işə düşən təhlükəsizlik mexanizmlərini müzakirə edəcəyik. Hər bir hüquq sisteminin təməlində aydın qaydalar dayanmalıdır. Əgər bu qaydalar olmasa, qanunlar nizam-intizam yaratmaq əvəzinə əsl qarışıqlığa və xaosa səbəb olardı. Gəlin, problemin özünə rəsmi ad verək. Hüquqşünaslar qanunlar toqquşanda buna normativ hüquqi aktların kolliziyası deyirlər. Yəni, bu o deməkdir ki, eyni məsələni tənzimləyən iki və ya daha çox qanun bir-birinə ziddir, bir-biri ilə yola getmir. Məhz bu problemi həll etmək üçün Azərbaycan hüquq sistemi çox aydın bir quruluş, yəni bir piramida formalaşdırıb. Gözünüzün qabağına bir piramida gətirin. Bu piramidada hər bir qanunun, hər bir aktın öz yeri və öz gücü var. Bu piramidanın tam zirvəsində, ən yuxarıda, toxunulmaz bir şəkildə Azərbaycan Respublikasının konstitusiyası dayanır. O, bizim dövlətimizin və cəmiyyətimizin əsas oyun qaydalarını müəyyən edir və buna görə də ən ali hüquqi qüvvəyə malikdir. Yəni, bütün digər qanunlar ona baş əyməlidir. Konstitusiyadan dərhal sonra piramidanın ikinci pilləsində referendumla, yəni birbaşa xalqın səsi ilə qəbul edilən aktlar gəlir. Xalqın iradəsini birbaşa əks etdirdiyi üçün bu aktlar, təbii ki, parlamentin qəbul etdiyi adi qanunlardan daha üstün hesab olunur. Piramidada bir pillədə aşağı düşürük və burada Milli Məclisin qəbul etdiyi qanunları görürük. Bu qanunlar ölkədəki ümumi davranış qaydalarını tənzimləyir və öz növbəsində prezident fərmanlarından və digər aşağı səviyyəli aktlardan daha yüksək qüvvəyə malikdir. İcra hakimiyyətinin başçısı kimi prezidentin verdiyi fərmanlar da iyerarxiyada öz vacib yerini tutur. Bu sənədlər əsasən qanunların icrasını təmin edir və Nazirlər Kabinetinin qərarlarından üstün sayılır. Sonra isə Nazirlər Kabinetinin qərarları gəlir. Bu qərarlar hökumətin, yəni icra hakimiyyətinin gündəlik fəaliyyətini tənzimləyir və onlar da öz növbəsində ayrı-ayrı nazirliklərin aktlarından daha yuxarıda dayanır. Və nəhayət, piramidanın bünövrəsi, yəni əsası, bura nazirliklərin, komitələrin və digər mərkəzi icra hakimiyyəti orqanlarının qəbul etdiyi aktlar daxildir. Bu sənədlər ən spesifik, ən detallı məsələləri tənzimləyir. Amma hüquqi güc baxımından iyerarxiyanın ən aşağı pilləsində yerləşir. Baxın, bu prinsip qanunda o qədər aydın ifadə olunub ki, istənilən ziddiyyət anında tərəddüd etmədən birbaşa konstitusiya tətbiq edilir. Bu, bizim hüquq sistemimizin demək olar ki, qızıl qaydasıdır. Yaxşı, piramidanı qurduq, strukturu başa düşdük. Bəs real həyatda bu sistem necə işləyir? Gəlin görək, münaqişələr yarananda bu piramida necə bir referi rolunu oynayır? Amma burada çox vacib bir məqamı aydınlaşdırmalıyıq. Bizim danışdığımız bu piramida normativ aktlardan ibarətdir. Yəni, yol hərəkəti qanunu kimi hamı üçün ümumi qaydalar müəyyən edən sənədlərdən. Bir də var qeyri-normativ aktlar. Onlar isə birdəfəlikdir, konkret bir şəxsə və ya hadisəyə aiddir. Məsələn, filankəsin nazir təyin edilməsi haqqında sərəncam. Bu fərqi anlamaq bütün sistemi dərk etmək üçün açar rolunu oynayır. Deməli, məhkəmələr iki qanun arasında bir ziddiyyət, yəni kolliziya görəndə çox sadə iki addımlı bir prosedur tətbiq edirlər. Birinci addım, şaquli yoxlama. Yəni, dərhal piramidaya baxırlar. Hansı akt daha yuxarıdadırsa, o da tətbiq olunur. Bəs yaxşı, əgər hər ikisi eyni səviyyədədirsə, onda ikinci addıma keçirik, üfüqi qaydalara. Bəs eyni səviyyəli iki qanun toqquşarsa, nə etməli? Burada da üç sadə qayda var. Birincisi, xüsusi qanun ümumi qanundan üstündür. Məsələn, bank fəaliyyətini tənzimləyən xüsusi qanun, ümumi mülki münasibətlərdən bəhs edən mülki məcəllədən bank məsələlərində daha üstün olacaq.
İkincisi, çox məntiqlidir ki, yeni qanun köhnəni qüvvədən salır. Və nəhayət üçüncüsü, əgər bir dövlət orqanına xüsusi sahədə xüsusi səlahiyyət verilibsə, onun aktı digərlərindən daha güclü sayılır. Yaxşı, bəs ortada heç bir qanun yoxdursa, qanunvericilik həyatdakı hər bir vəziyyəti əvvəlcədən proqnozlaşdıra bilməz, elə deyilmi? Məhz belə boşluqlar üçün də sistemin bir növ təhlükəsizlik toru var. Təsəvvür edin ki, qanunvericilikdə elektrik skuterlərin hərəkəti ilə bağlı heç bir qayda yoxdur. Bu halda hakim düşünür ki, buna ən çox oxşayan nəqliyyat vasitəsi hansıdır? Velosiped. Və buna görə də velosipedlər üçün mövcud olan qaydaları skuterlərə də tətbiq edir. Bax, buna qanunun analogiyası deyilir. Bəs heç oxşar bir qanun da tapmaq mümkün deyilsə, onda daha dərin bir mexanizm işə düşür. Hüququn analogiyası. Bu zaman hakim artıq konkret bir qanuna yox, hüququn öz ruhuna, ədalət, vicdanlılıq, bərabərlik kimi ümumi prinsiplərə əsaslanaraq bir qərar çıxarır. Amma burada çox diqqətli olmaq lazımdır. Analogiya heç vaxt, amma heç vaxt kimisə cəzalandırmaq, ona vergi təyin etmək, cinayət məsuliyyətinə cəlb etmək və ya bir insanın hüquqlarını məhdudlaşdırmaq üçün istifadə edilə bilməz. Bu, vətəndaşları qanunda birbaşa yazılmayan bir şeyə görə cəzalandırılmaqdan qoruyan çox fundamental bir təminatdır. İndi isə gəlin biraz ümumi mənzərəyə baxaq və görək bu mürəkkəb sistemin arxasındakı memarlar kimlərdir və bu sistem sui-istifadədən necə qorunur? Qanunlar toplusunu səliqəyə salmaq üçün iki əsas üsul var. İnkorporasiya sadəcə olaraq mövcud qanunları heç bir dəyişiklik etmədən bir kitabda və ya topluda birləşdirməkdir. Məcəllələşdirmə isə daha dərin bir prosesdir. Burada pərakəndə halda olan qanunlar götürülür, yenidən işlənir, sistemləşdirilir və mülki məcəllə və ya cinayət məcəlləsi kimi vahid yeni bir sənəd yaradılır. Bəs sistemin dürüstlüyü necə təmin edilir? İki əsas mexanizmlə. Birincisi aşkarlıq. Yəni, qəbul edilən bütün qanunlar rəsmi şəkildə dərc olunmalıdır ki, hər kəs ondan xəbərdar olsun. İkincisi isə çox vacib bir məsələ. Antikorrupsiya ekspertizasıdır. Bu o deməkdir ki, qanun layihələri hələ qəbul edilməmişdən əvvəl yoxlanılır ki, orada korrupsiya üçün hər hansı bir boşluq qalmasın. Beləliklə, gördüyümüz kimi, hüququn iyerarxiyası sadəcə quru, texniki bir sxem deyil. Bu əslində ədaləti təmin etmək, xaosa yol verməmək və cəmiyyətin nizamını qorumaq üçün qurulmuş canlı, nəfəs alan bir sistemdir. Amma bu bizi yekun bir suala gətirir. Bu mürəkkəb sistem hər zaman ədalətin təcəssümü ola bilirmi? Düşünməyə dəyər. İzlədiyiniz üçün təşəkkürlər.